Qızlar, merhaba. Sizə birdən kapatıcı gəlmişəm. Hamımızın axtardığı o kapatıcı, gözün altında dolmayan. Faberlikdən əldə eləmişəm. İndi sizlə birdə yoxlayacağım. Canlı görəcəksiniz. Canlı. Sadəcə yoxlayım. Reklam deyil bu arada. Yəni özüm istifadə elədim bir dəfə. Xoşuma gəldi. İndi yenisini almışam. İstəyirəm sizlə birdə. Arxasında da baxın belə yaymaq üçün var, amma mən sponjla eləyirəm. Ay, açamadım. Neyse, belə olsun, qoy. Baxın. Çox qəşəngdir bu arada. Biraz bura vururam. Biraz da bura. Çox kapatıcıdır da, yəni necə deyim, kapatıcının kapatıcısıdır. Bura baxın. Ağ kapatıcı istəyirdiniz də məndən, düzdür. Çox yavaş eləm. Əməliyyatdayım deyə bəş vura bilmirəm. Göz altına dolmayan kapatıcı. Bəlkə eləyə bilmirəm. Bura baxın. Fərqi görürsünüz. Bunu transparanla sabitləyəndən sonra lap qəşəng olacaq. Fərqi gördünüz. Danışmaya ehtiyac yoxdur. İstəyən mənim qrupuma girsin. Heç qoşulmayın qrupa. Boş bu məhsulu vurub gedə bilərsiniz. Arxasında belə şey də var. Qabağında üzrü sayın. Bir də ki, ucu da baxın belədir, göstərim. Fırçası. Vurun. Alın, aldırın.